Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Ərəb dilindən silsilə dərslərimiz davam edir. Və bugün biz Mədinə Tədris kursunun birinci kitabının 15-ci dərsini keçəcəyik. 15-ci dərsdə biz ikinci şəxs müənnəs, yəni qadın cinsi üçün, qadın cinsinin cəmi üçün işlənən əntunnə, siz şəxs əvəzliyini və bu şəxs əvəzliyinin bitişik yazılan, yəni yəlik və cər və nasb üçün işlənən bitişik yazılan formasını və həmçinin də madi, keçmiş zaman feilinin bu şəxsdə, yəni əntunnə, ikinci şəxsin müənnəs cəmində dəyişən zaman qəbul etdiyi şəxs sonluğunu öyrənəcək. 14-cü dərsimizdə biz nəhnu, biz və əntum, müzəkkər üçün işlənən əntum, siz şəxs əvəzliklərini öyrəndik. Və ümumiyyətlə təkrar olsun deyə bütün şəxs əvəzliklərini bir daha nəzərdən keçirək və burada bizdə birinci şəxs təkdə mufrad, təkdə ənə, mən şəxs əvəzliyidir və bu bir şey nəzərdə çatdırım ki, birinci şəxsdə ümumiyyətlə fikir versək görərik ki, ənə və həmçinin də nəhnu, yəni birinci şəxsdə cins yoxdur. Yəni həm burada, həm də bax burada fikir versək, ənə və nəhnu da deməli bu şəxs əvəzlikləri həm müənnəs kişi cinsi, qadın cinsi üçün, həm də müzəkkər kişi cinsi üçün işlənirlər. Yəni birinci şəxsdə cins yoxdur. Amma ikinci və üçüncü şəxslərə baxsaq, deməli ikinci şəxsə, bu ikinci şəxsə əntə, ənti, yəni sən müzəkkər üçün və ənti, sən müənnəs üçün və həmçində üçüncü şəxsdə baxsaq, huva, hiyə, müənnəs, huva müzəkkər üçün, hiyə isə müənnəs üçün işlənir. Və həmçində cəm formasında hum, hunnə və keçən dərsimizdə biz əntumu keçmişik və bugün biz deməli əntunnə keçəcəyik inşallah. Əntunnə, yəni mənası siz qadın cinsində. Və fikir versək görərik ki, bir daha təkrar edirəm, birinci şəxsdə, yəni ənə və nəhnu həm təkdə, həm cəmdə, deməli bu şəxs əvəzlikləri hər iki cins üçün, yəni həm müənnəs, həm də müzəkkər üçün işlənir. Amma ikinci və üçüncü şəxslərdə isə deməli müənnəs və müzəkkər ayrıdır. İndi isə bu deməli şəxsləri, bu şəxs əvəzliklərinin muttasil, yəni bitişik yazılan, deməli cər və nasb üçün işlənən bitişik yazılan formalarını təkrar edək. Ənə də birinci şəxsdə deməli bitişik yazılan forması, yəni cər və nasbda i əvəz edirdi, ənə şəxs əvəzliyini. Məsələn, kitəbi, mənim kitabım. İkinci şəxs əntədə kə, məsələn, kitəbukə, kitəbukə. Əntidə ki, məsələn, kitəbuki, sənin kitabın, kitəbuki. Huvada hu, məsələn, kitəbuhu, kitəbuhu. Hiyədə isə hə, məsələn, kitəbuhə, onun kitabı. İndi keçir cəm formasına və cəmdə deməli
Nəhnu da nə? Məsələn, kitabuna bizim kitabımız. Entum da kum. Məsələn, kitabukum. Hum da yenə də hum. Məsələn, kitabuhum onların kitabı. Hunnədə isə yenə də hunnə idi. Məsələn, kitabuhunnə onların kitabı. İndi isə ikinci şəxs müənnəs cəm üçün entunnənin bitişik yazılan formasına fikir verək. İkinci şəxsin müənnəs cəmində, entunnədə bitişik yazılan forması kunnə olacaq. Kunnə olacaq. Məsələn, kitabukunnə. Kitabukunnə. Yəni, sizin kitabınız qadın cinsində. Məsələn, tutaq ki, əgər 3 nəfər və daha çox tələbə qızdırsa, mən onlara müraciət edərək deyirəm ki, əynə kitabukunnə yə talibətu. Məsələn, əynə kitabukunnə. Kitabınız haradadır? İndi isə madi, yəni keçmiş zaman feilinin şəxslərdə qəbul etdiyi şəxs sonluğunu təkrarlayaq və həmçində xüsusilə də bugünkü dərsimiz olan entunnə, ikinci şəxsin müənnəs cəmində qəbul etdiyi şəxs sonluğu öyrənək. Təkrar üçün keçən şəxslər, əvvəl keçdiyimiz şəxs əvəzliklərini də deməli keçmiş zaman feilinin qəbul etdiyi şəxs sonluqlarını təkrarlayaq. Birinci şəxsdə bildiyimiz kimi madi, yəni keçmiş zaman feili sukun tu şəxs sonluğunu qəbul edir. Məsələn, zəhəbtu, əntədə sukun tə şəxs sonluğunu qəbul edirdi. Məsələn, zəhəbdə sən getdin. Müzəkkərdə. Əntidə sukun ti şəxs sonluğunu qəbul edirdi. Məsələn, zəhəbti. Huvada bildiyimiz kimi heç bir şəxs sonluğu yox idi. Yəni, zəhəbə olduğu kimi qalırdı. Hiyədə isə ət şəxs sonluğunu qəbul edirdi. Məsələn, zəhəbət o getdi müənnəsdə. Nəhnu birinci şəxsin cəmində sukun nə şəxs sonluğunu qəbul edirdi. Məsələn, zəhəbnə biz getdik. Entumda sukun tum. Məsələn, zəhəbtum siz getdiniz. Humda bildiyimiz kimi u şəxs sonluğu qəbul edirdi. Məsələn, zəhəbu onlar getdilər.
Hunnədə isə sukun nə. Məsələn, zəhəbnə. Və indi isə bugünkü dərsimiz olan əntunnə şəxs əvəzində keçmiş zaman feilinin qəbul etdiyi şəxs sonluğuna baxaq və bu sukun tunnə olacaq. Məsələn, zəhəbtunnə. Əntunnə, zəhəbtunnə. Yəni siz getdiniz müənnəsdə. Və bununla da biz müsənnə, yəni ikili hal istisna olmaqla yerdə qalan bütün şəxs əvəzliklərini bu dərsimizdə tamamladıq və həmçində bu şəxs əvəzliklərinin bitişik yazılan forması cər və nasb hal üçün və həmçində madi, keçmiş zaman feilinin bu şəxslərdə qəbul etdiyi şəxs sonluqlarını öyrəndik. Məsələn, misal yazaq. Tutaq ki, deyirəm ki, əynə zəhəbtunnə əynə zəhəbtunnə yə əxavatu. Ey bacılar, hara getmişdiniz? Və əgər cəm müzəkkər olarsa, o zaman əynə zəhəbtum əynə zəhəbtum yə ixvanu. Ey qardaşlar, hara getmişdiniz? Fikir versəz, burada müraciət olunandan asılı olaraq şəxs sonluqları dəyişdi. 15-ci dərsdə öyrənəcəyimiz mövzulardan biri də qablə, əvvəl və ya öncə və həmçində bə'də, sonra sərfləridir. Əvvəl öyrəndiyimiz təhtə, altında, təhtə, altında, həmçinin əməmə, qarşısında, əməmə, qarşısında, qabağında və həmçində xalfə, arxasında, bax bu zərflər kimi qablə və bə'də zərfi də deməli sözlərə, isimlərə izafə olunmaqla işlənir və izafə olunduqları, yəni bildiyi və izafə qaydasında işlənirsə, deməli bunlardan sonra gələn isimlər deməli cər halda, yəni yəli halda olur. Məsələn, mən deyirəm ki, Əl-həqibətu təhtəl məktəbi. Çanta yazı stolunun altındadır. Həmçinin əməmə, məsələn, deyirəm ki, əs-səyyəratu əs-səyyəratu əməməl məscidi. Maşın məscidin qarşısındadır. Gördüyümüz kimi bu isimlər məcrurdur. Həmçində xalifə, məsələn deyirəm əl-beytu xalfəl mədrasəti. Ev məktəbin arxasındadır. Və sadəcə burada fikir versə görərik ki, təhtə, əməmə və xalfə zərfləri deməli məkan bildirən isimlərlə işləniblər. Yəni əl-məktəbu yazı stolu, əl-məscidu məscid, mədrasətu məktəb, bunlar deməli məkan zərfləridir, məkan bildirən zərflərdir. Amma qablə və bə'də zərfləri isə bunlar
həm məkan, həm də zaman bildirən isimlərlə işlənə bilir. Sadəcə ən çox əksər hallarda zaman bildirən isimlərlə işlənirlər. Məsələn, misal yazaq. Deyirəm ki, zəhəbtu إلى الرياض قبل أسبوع. Usbu'un həftə deməkdir. Bir həftə öncə Ər-Riyada getmişdim. Və həmçində bə'də, məsələn, deyirəm ki, xaractu minəl mədrəsəti bə'də dərsi. Dərsdən sonra məktəbdən çıxdım. Və gördüyümüz kimi bu zərflərdə yenə də özündən sonra gələn ismi məcrur, yəni kəsrə ediblər. Çünki bunlar izafə qaydasında işlənir. Bu təhtə, əməmə, xalfə zərfləri kimi. Və həmçində fikir versək, usbu'un və həmçində dərs, bunlar zaman bildirən sözlərdir. Həmçinin məkan bildirən sözlərlə də işlətmək mümkündür bunları.